İlk öncə hamını salamlayıram, yəni təlim iştirakçıları da, həm də Toğrul müəllimi. İlk öncə hər birinizi salamlayıram. Təlim iştirakçılarını salamlayıram. Özümü təqdim etmək istərdim ki, mənim adım İlyas Əfəndiyev. Mən 16 ildən çox insan resursları üzrə sektorun təcrübəm var. Magistratura bitirmişəm və ondan sonra London şəhərində insan resursları üzrə neçə bir təlimi keçmişdim. Günel Tağıyevadır. Azərbaycanda fəaliyyət göstərən Nila Akademi meneceriyəm və biznes təlimçiyəm. Almanada Dövlət Neft Şirkətinin İşə Qəbul və Yerləşdirmə Şöbəsi kadrlar üzrə operasiya mütəxəssis. Bugünkü vəziyyətdə Bakıda və ümumiyyətlə Respublikamızda maliyyə üzrə, insan resursları üzrə, marketinq üzrə və əlbəttə ki mühəndislik üzrə tələbat böyükdür. Maliyyə təhlilçilərini, dizaynerləri, marketoloqları və HR mütəxəssisləri göstərə bilərəm və bunlara da göstərdiyim trendlərə də tələbat hal-hazırda çox yüksəkdir. Kifayət qədər ixtisaslı hüquqşünas bazarda var, lakin yerəndə şirkətlərin həmin sahəyə ehtiyacı var. Bu mütəxəssis çatışmamazlığı marketinq sektorunda var. Mütəxəssis çatışmazlığı insan resursları var, insan resurslarında var. Maliyyə sektorunda, amma iminlə auditlə məşğul olanlarda və əlbəttə ki, satış üzrə belə bir yüksək dərəcəli professionallar çox azdır. Hal-hazırda Azərbaycanda dizaynerlərə, maliyyə təhlilçilərinə və yüksək ixtisaslı HR mütəxəssislərə tələbat böyükdür. Hansı ixtisaslara tələbat var, lakin mütəxəssis satışmır. Bunu mən belə yenə də iki istiqamətdə izah edə bilərəm. Bir də neft şirkəti tələbatının istiqamətindən, çünki neft şirkəti demək olar ki, Azərbaycan ən böyük şirkətlər olduğuna görə ayrıca bir əmək bazarı öz üçün belə deyək formalaşdırıb və ayrıca bir spesifik əmək bazarı tələb edir. Ona görə də mən birinci neft şirkəti tərəfindən izah etmək istəyirəm. Neft şirkətində hal-hazırda real olaraq bugün biz nəzarət ölçü cihazlara, matematika, elektronika, kompüter mühəndisliyi, əsasən proqramlaşdırma və qazmaçı, neft-qaz etaplarının işlənməsi və istismarı, bu tip istiqamətli neft-qaz mühəndisliyi, kimya texnologiyası, bu istiqamətlərdə biz çox çətinliklər tapmağa İxtisas seçəndə ilk öncə insan öz ixtisasını sevməlidir. Yəni o gərək həmin ixtisasla məşğul olsun ki, hansı ixtisası istəyir ondan həm məşğul olmaq, həm də ki onu davam etmək. Bütün gənclərə məsləhətim olur ki, ixtisas seçməmişdən öncə dəvə yox, tələbata fikir versinlər. Yəni, ali məktəblərə hazırlaşarkən əmək bazarlarını yaxşıca araşdırın. İxtisas seçimində nəyə nəzər almaq lazımdır? Birinci növbədə həmin ixtisas üzrə potensial karyera imkanlarını nəzər almaq lazımdır. Yəni, müxtəlif, belə deyək, internetdə axtarışlar görməkdir, müxtəlif, belə deyək, mənbələrdən ədəbiyyatlar oxumaqla müəyyən etmək olar ki, gələcəkdə Azərbaycanda, dünyada hansı layihələr nəzərdə tutulub, hansı trendlər mövcuddur. Həmin istiqamətdə indidən həmin ixtisas seçərək gələcəkdə artıq həmin layihə üçün kadr kimi hazır olmalı. Yəni, bu Azərbaycanda hal-hazırda ixtisas dəyişmə imkanları o qədər də yüksək deyil, amma yenə də ölkə daxilində keçirilən kurslara, treyninglərə yazıla bilərsiniz, ixtisasınızı dəyişə bilərsiniz, amma yenə də treyning seçərkən bir diqqətli olmağa çalışın. Ölkədə ixtisas dəyişmə imkanları
üzərində iki cür mən yəni praktikamda rastlaşdığım iki problem var. Birincisi, təbii ki, hamının bildiyi ikinci ali təhsil formasıdır ki, bu yəni bir bakalavr bitirdikdən sonra başqa bir bakalavra müraciət edib, adi qaydada tələbə dövlət komissiyasına keçmək və ikinci bir bakalavr təhsilinə başlamaqdır ki, bu halda artıq müəyyən siz fənləri artıq birinci bakalavr təhsilində almışsınızsa, ikinci bakalavr təhsilində ola bilər, üçüncü kursdan başlayasınız, ikinci kursdan başlayasınız. Bu məsələlər bu bir üsuldur. İkinci bir üsul Dövlət Neft Akademiyasında misal üçün ixtisas artırma kurs rus dilində buna prekvalifikasiya deyirlər. Yəni bir illik, tutaq ki, mən tətbiq riyaziyyatı bitirmişəm. 4 il oxumuşam. Sonra bir il mən Dövlət Neft Akademiyasında qazma üzrə təhsil alıb, qazma mütəxəssisi kimi mənə arayış və diplom verilir və bu da bir növ ixtisasın dəyişməsinin başqa bir istiqamətidir və bir də əlavəm var, son zamanlar gənclər arasında böyük trend var, MBA proqramına qoşulma, MBA Master of Business Administration. Bu da, bunun mən əslində ixtisas dəyişmə adlandırmazdım. Çünki MBA əslində qərbdə əsasən MBA proqramının demək olan demək arası desək vətəni Amerikadır və Amerikada mən təhsilinin müddətində, magistratura təhsilinin orada aldığım müddətdə MBA təhsilini alan tələbələrin 95%-i 35-40 yaşdan yuxarı işləyən insanlar olur. Karyera qurmaq üçün baxır hər bir insanın öz düşüncəsi var və hər bir insan şirkət seçəndə təzə başlayanda, yəni öz karyerasını başlayanda şirkət seçəndə gərək üstünü versin ki, bu şirkət nə ilə məşğuldur. O şirkət bazarda artıq öz sözünü deyib bazarda, yoxsa yox. Şirkət ona nələr verə bilər? Yəni öz potensialınızı düzgün dəyərləndirməyə çalışın və yenə də qeyd etdiyim kimi yerli əmək bazarlarını yaxşıca analiz edin, ondan sonra dəqiq qərarınızı verin. Düzgün karyera planlamasını belə deyək, aparmaq üçün müraciət hər şey, yəni karyera planlaması dedikdə hər şey işə qəbuldan başlayır. İşə qəbul olarkən gənclər qəbul olunduqları vakansiya seçdikləri şirkətin karyera imkanlarına başlamalılar birinci növbədə. Müəyyənləşdirməlidir ki, həmin şirkətdə nə dərəcədə işlərin əməkləri qiymətləndirilir, nə dərəcədə karyera imkanları var. Deyərdim ki, bəli, işə götürmə agentliklərindən daha bir effektli olar. Amma ki, onunla bərabər bugünkü 21-ci əsrdir və nəinki tələbələr, onlardan da yaşlı, hamısı internetdən istifadə edir. Və bugünkü hər bir yox, amma ki, çoxsunda o agentliklərdən, yəni Bakıda tanınmış agentliklərdən ondan çox olmayan, hamısında web saytları. Hal-hazırda mən qeyd edərdim ki, ən yaxşı, effektiv iş axtarma yolu əmək yarmarkalarıdır və şirkətlərin verdiyi elanlardır. Düzdür, Azərbaycanda bir çox yaxşı işə düzəltmə şirkətləri də var, onlara da müraciət edə bilərlər. Amma yenə də o şirkətlərə müraciət edərkən onların hansı səviyyədə iş görüb-görməməsinə mütləq diqqət etsinlər. Ən effektiv yollardan birincisi, təbii ki, universitetlərin Azərbaycanda hal-hazırda bu ənənə demək olar ki, tam formalaşmıyor. Amma Qafqaz Universiteti, İqtisad Universiteti və digər başqa Qərb Universiteti kimi universiteti, Xəzər Universitetində karyera mərkəzləri fəaliyyət göstərir, müxtəlif şirkətlərin karyera mərkəzləri, həmçinin də universitetin özünün karyera konsultasiya mərkəzləri fəaliyyət göstərir ki, bunlar məzunlara, tələbələrə CV yazmaq qaydaları, CV-də olan məlumatlara effektiv çatdırılması, həmçinin də onların istəklərinə uyğun iş tapmaq imkanlarını onlara, yəni təbliğ edirlər, onlara kömək edirlər. Bu çox müsbət haldır və əsas yollardan biri budur ki, tələbələr birinci növbədə universitetlərində varsa əgər karyera mərkəzlərinə müraciət edirlər. Digər bir üsul təbii ki, job search az, post az,
HCB.az və digər kimi saytlar var ki, iş axtarma saytları, Azərweb.az, Azərjob.az bu kimi saytlara müraciət etməklə, onlar vakansiyalar gözdən keçirməklə belə deyək, müraciət edə bilərlər bu vakansiyalara. Burada sadəcə olaraq bir faktor. İş seçimində ilk öncə siz o işi bacarıb-bacarmadığınıza diqqət edin. Yəni, iş xatirinə, pul xatirinə hər işdən yapışmayın. Çünki sizin gələcəyinizdir. Elə bir iş üçün müraciət edin ki, orada siz özünüzü həm ki, inkişaf elətdirə bilərsiniz, həm də ki, arzularınıza reallaşdıra bilərsiniz. İş seçimində potensial işçilər birinci növbədə həmin işin seçdikləri işin, belə deyək, ixtisaslarına nə dərəcədə uyğun olmasına fikir verməlidir. Yəni, birinci növbədə işçilər öz ixtisasına uyğun işi seçməlidirlər ki, gələcəkdə həmin işdə, həmin belə deyək, pozisiyada inkişaf edə bilsinlər, həmin pozisiyada özlərini xoşbəxt hiss edə bilsinlər ən azından. Yəni, birinci minimal kriteriya potensial işçilər üçün budur ki, iş mənim ixtisasıma və iş təcrübəm əgər varsa, iş təcrübəmə nə dərəcədə uyğundur. Yəni, bu iş tam mənə uyğundurmu sualını vermək mütləqdir və bu işdə mən xoşbəxt olacağım bu sualını vermək mütləqdir. Azərbaycanda iş dəyişmək çox böyük problemdir. İlk öncə nə üçün işinizi dəyişməyinizi özünüzə sual verin. Çünki bu çox böyük bir psixoloji addımdır. Bu böyük addımı atmaq üçün siz ilk öncə buna hazır olmalısınız, yəni psixoloji cəhətdən. Ondan sonra artıq özünüzü hazır hiss edəndən sonra, yəni nə üçün bunu istədiyinizi biləndən sonra addımınızı atın. Amma yenə də yaxşı olar ki, tələbata uyğun hərəkət edəsiniz. Çox işləyən adamlar, çox işləyən şəxslər, gənclərimiz üçündür, daha çox bu məsləhət. Yəni, bu duruma mən özüm də düşmüşəm müəyyən müddətdə. Yəni, insan olur ki, bəlli bir müddətdən sonra narazılıqlar əhatəsinə düşür, müəyyən faktorlardan narazılıq yaranır. Təbii ki, bu hər bir narazılığa görə iş dəyişmək heç məsləhət deyil və gənclərin heç birine bunu mən məsləhət görmürəm, arzulamıram. Çünki hər hansı bir narazılıq müvəqqəti stres nəticəsiləri ola bilər. Çünki iş streslə dolu bir mühitdir və işdə hər hansı bir stres insanı narazılıqlar əhatəsinə gətirib çıxara bilər və bu narazılıqlar zamanı insan müqayisə və təhlil aparmalıdır və belə deyək, o artıq belə deyək, əmsallaşdırma weighting ingilisində apardıqdan sonra hansı faktorun daha çox önəmli, belə deyək, onun üçün önəmli olduğunu müəyyən etdikdən sonra artıq işi dəyişməyə qərar verir. Mənim fikrimcə, məsələn, maliyyə analitikləri üçün yaxşı olar ki, maliyyə şirkətlərinin özləri üçün siyasını tərtib etsinlər və onlara düzgün müraciət etsinlər. Dizaynerlər üçün də yəni eyni məsləhəti verə bilərəm. Yəni, çalışın ki, əgər öz ixtisasınıza uyğun iş axtarırsınızsa, onlara uyğun, öz ixtisasınıza uyğun şirkətlərlə əlaqə saxlayın. Azərbaycan üçün hal-hazırda ən effektiv, Azərbaycan gəncləri üçün ən effektiv instrumentlərdən biri sayılır sosial şəbəkələr. İlk instrument kimi, yəni ilk sayt mənə elə gəlir ki, LinkedIn-dir. Yəni, Facebookda da müxtəlif səhifələr var, onlara da müraciət edə bilərlər. Amma yaxşı olar ki, sosial şəbəkələrə o qədər də alıda olmasınlar. Yəni, şəxsən müraciət etmək daha yaxşıdır. Bütün ixtisaslar üçün axtarış instrumentləri, yəni təbii ki, birinci növbədə bayaq qeyd etdiyim agentlik saytlarıdır. JobSearch, BossAz, Azərweb.az, Azərjobs.az, HCB.az bu tip saytlar, yəni iş axtarış üçün ən yaxşı hal-hazırda instrumentlərdir. LinkedIn saytı, yəni çox belə deyək, məsləhətli bir saytdır. Mən gənclər üçün məsləhət görərdim. Hal-hazırda bizim gənclərin əksəriyyəti sosial şəbəkələrdən belə deyək ki, sosial şəbəkələr də çox böyük rol oynayır. Hal-hazırda əksər şirkətlərin, o cümlədə bizim şirkətin rəsmi Facebook səhifəsi var. Həmin o rəsmi Facebook səhifələrində əsasən də həmin şirkətlərin ola bilər ki, sırf karyera bölməsinin Facebook səhifəsi ola bilər ki, orada qaynar vakansiyalar, hətta ödənişli reklam vasitəsilə Facebook səhifələrində üzr istəyirəm, yəni elan olunur.
Bütün bunlar ona gətirib çıxarıb, yəni tək həm dediyim agentlik saytlarında kifayətlənmək olmaz. Eyni zamanda sosial şəbəkələrdən belə deyək, digər məqsədlərdən daha çox bu istiqamətdə istifadə etməyi mən gənclərə məsləhət görürəm. Əslində rezüme böyük olmamalı. Yəni maksimum 2-3 səhifə olmalı. Bu bir. İkincisi, məncə mənim fikrimcə fotoqrafiya yapışdırmaqla bir ehtiyacı yoxdur. Ola bilsin ki, satış sektorunda çoxsu əgər qız axtarışındadırlar, əgər sekretar, administrativ bir sektorunda qız axtarışındadırlar, əlbəttə ki, direktorlar və rəhbərlər istərdilər ki, onun ilk öncə CV baxmaqla bərabər, yəni bizdə elə bir termin var, face kontroldan keçməlidir. Amma ki, fotonun hər bir CV-də fotonun ehtiyacı yox. Bu bir. İkincisi, rezümədə nəyə üstünlük vermək lazımdır? Birinci olaraq, qısaca olaraq siz öz haqqında qısa məlumat verirsiniz. Qısa məlumat nədir ki? Yəni doğulduğu tarix, ad, soyad, yaşadığı adres, ünvan, telefon və s. Ondan sonra sizin əgər varsa, yəni təcrübəniz, iş təcrübəsi yazılır, iş təcrübəsi başlanır sonuncu işdən və ondan sonra gedir, yəni tarixə. O iş təcrübədən sonra sizin təhsil haqqında məlumat, ondan sonra da əgər varsa bacarıqlar və dil bilikləri. Məncə bu qədər. Mən deməzdim ki, o səhvlərdir, çünki insan ilk öncə tələb edəndən qabaq insana öyrətmək lazım, necə rezümə. Ondan sonra tələb etmək. Bizdə elə bir təcrübə yoxdur ki, hansı ki agentliklər, ya da ki, hansı bir şirkətlər, təşkilatlar əməli bir insanları yıxsın, ya da ki, onlara əməli bir təcrübə versin ki, rezümə nətər yazmaq lazımdır. Yenə də Fesko şirkəti onu edir. Əgər insanda rezümə yoxdursa, amma bacarıqları var, sırf olaraq bu həmin adi bir yazılı şəkildə bizə göndərilir, biz ona rezümə düzəldirik. Əsas məqamlar ondan ibarətdir ki, həm təhsil, həm təcrübə məlumatı vermək lazımdır, amma digərlə həmin tarixləri diqqətlə yazmaq lazımdır. Hansı tarixdən, hansı tarixədək işləyirdi, hansı şirkətə işləyirdi, hansı rolu, yəni hansı pozisiya, vəzifəni daşıyırdı və həmin o vəzifəyə aid qısaca bir 6-7 bir punktla gərək açıqlama versin, o nə edir. Çünki ən çox diqqət yetirirlər iş təcrübəsinə. Ondan sonra təhsil haqqında məlumatlar. Çünki rezümə yazılışında ən böyük səhvlərdən biri şəxsi həyatınızı çox xahiş edirəm az yazın. Yəni sizin şəxsi həyatınız bizi maraqlandırmır, sizin karyera həyatınız bizi maraqlandırır və sizin bilik və bacarıqlarınız bizi maraqlandırır. Rezümələr var ki, məsələn 6-7 səhifəli, hətta 10 səhifəli rezümədir. Lakin o rezümədə bir işə götürənən bir faydalı məlumat yoxdur. Ona görə də ən böyük məsləhətim odur ki, bilik və bacarıqlarınızı daha çox qeyd edəsiniz rezümədə. Mənə elə gəlir ki, bütün Azərbaycanda işləyən rekruterlərin ən böyük problemi şəkil məsələsidir. Gənclər sizə üzümü tutub deyirəm ki, şəkil toyda və yaxud da müxtəlif şənliklərdə, mərasimlərdə çəkdirdiyiniz şəkilləri xahiş edirəm, rezümlərdə qoymayın. Şəkil ona görə lazımdır ki, biz sizin sadəcə olaraq xarici görkəminizi minimal da olsa görə bilək. Rezümələrin hal-hazırda, yəni rezümələrin nəzərdə keçirdəndə görürük ki, sadə rezümələr də var, professional rezümələr də var. Sadə rezümələr adətən
universitet, yəni ali məktəb tələbələrində olurkən onların elə bir bilik və bacarıqları olmur. Yəni onları biz sadə qəbul edirik. Ola bilər ki, məsələn, təcrübə proqramlarında istifadə edirik. Amma professional rezümələrdə, yəni sırf mütəxəssis işə dəvət etmək üçün ki, nəzərdə tutulan rezümələrdir. Yəni bunları bir-birlərindən ayırmağı məsləhət görürəm. Rezümədə ən çox diqqət olunması, məsləhətim odur ki, rezümə yazarkən fikir verəsiniz şəxsi bacarıqlarınızı və biliklərinizi düzgün ifadə etməyə. Yəni ki, özünüzü tərifləməyin. Bunun üçün başqalarının rəyi var. Yəni, əgər iş axtaran sizin haqqınızda məlumat toplamaq istəyirsə, sizi tanıyanlardan o məlumatı əldə edəcəkdir. Yaxşı olar ki, siz maksimum dərəcədə biliklərinizi tərifləmək kimi yox, sadəcə olaraq məlumat kimi qeyd edəsiniz. Bu da bayaq qeyd etdiyim kimi ixtisas seçimi qədər, iş seçimi qədər, ixtisas seçimi qədər, yəni peşə təhsili yoxsa ali təhsili seçimi qədər vacib bir məsələdir. Belə deyək, CV yazılışı çox işə qəbulun demək olar ki, mən deyərdim ki, 50% təşkil edir. Çünki 50% işə götürəndə təəssürat yaratır CV. Ümumiyyətlə, şirkətlər işə götürəndə iki cür olur. Birincisi, standart CV forması olan şirkətlər, hansı ki, öz saytında konkret application yəni ərizə forması yerləşdirib və həmin ərizə formasını doldurub göndərməklə müraciət etmək olur. Bu, mən məsləhətlərim bura aid olmayacaq. Müəyyən qədər ora da aid olacaq. Çünki burada artıq standart, yəni təhsil təcrübə xanaları anketi doldurub göndərirsiniz. Bir də var sərbəst CV-lər. Yəni sərbəst CV-lər, əksər şirkətlər sərbəst formada gəlməlidirlər. Müəyyən e-mail qoyulan və siz CV-lərinizi orada göndərirsiniz. Bu zaman həmin nəzərə alın ki, siz göndərən zaman CV-nizi həmin e-maila yüzlərlə, 200-lərlə sizdən əlavə CV-lər gəlir. Sizin CV-ninizin onların arasında fərqlərini götürən üçün birinci ön plana çıxması üçün müəyyən faktorlar nəzərə alınmalıdır. Birinci növbədə CV-də yalan məlumat vermək qəti qadağandır və qəti məsləhət görülmür. Çünki əgər gələcəkdə müsahibə zamanı sizin o CV-də qeyd etdiyiniz məlumatların əksi və ya olmadığı ortaya çıxarsa, sizin bilikləriniz çox gözəl olduqda belə həmin şirkət sizi qəbul etməyəcək. Çünki bu qeyri-səmimilik və yalan danışmaq bir əlaməti kimidir. Bu da əsasən baş verir kompüter biliklərində, dil biliklərində və işləmiş olduğunuz müəssisələrin adını yazmaq bölmələrində. Çünki adətən gənclər bütün dillərə əla qeyd etməklə, onun işə götürənin xoşuna gəlməklə, kompüter biliklərinin bütün proqramları əla qeyd etməklə işə götürənin xoşuna gələcəyini ümid edir. Mən qeyd etdiyim kimi artıq, əgər doğrudan da elədirsə, bu çox gözəl. Amma müəyyən qədər zəif bir əla yazmaq və bu yalan danışmaq kimi işə götürən tərəfindən qəbul edilir. Şəxsən biz dövlət nefşəti bunu yaxşı hal kimi qəbul etmirik və bunu bütün gənclərin mən məsləhət görərdim ki, orada pişirilmiş yazmaq əvəzinə həmin kurslarda iştirak edib, həmin səviyyəyə çatdırıb doğrusunu yazmaq daha məsləhət. Ünlü tipləri çox yaxşı sualdır, amma ki, cavabı da çox maraqlı ola bilər. Yəni, ən qəliz suallar var intervyulərdə ki, tutaq ki, soruşurlar ki, sizin güclü tərəflər ya da ki, zəif tərəflər. İnsanı biraz belə bir topika salır. Çünki ən yaxşı tərəfləri fikirləşirsənsə, mən desəm, deyəcəklər ki, bu özündən çox razıdır. Zəif tərəfləri desəm, deməsəm, ondan da nəticə çıxarda bilərlər. Məncə, bu sualları heç vermək ehtiyacı yoxdur. Sonra bir neçə gün bundan öncə bir nəfər gəlmişdi, danışmışdı ki, bir HR direktor ondan soruşmuşdu ki, gəl intervyuda, dedi ki, gəl sən indi, əgər sən yaxşı insan resursları üzrə spesialistsən, məndən intervyu keçir. Yəni, belə bir intervyu olur. Məncə, o da bir cəmaatı stresa sala bilər. Çünki bu insan intervyu gəlib, amma ki, intervyu keçirmək ondan tələb edir. Bu da insanı biraz sıxışdıra bilər.
daha başqa bir təcrübələr var. Yəni olur ki, biz göndərmişik maliyyə üzrə direktora malik insan 15 ildən çox təcrübəsi olan insan maliyyədə gəlib banka intervyuya onu sorublar testlərdə də ola bilsin tələbələr üçün testlər onu əlbəttə ki bu 15 il təcrübəli bir insana dəyər ki nəyə görə testlərə otursunlar. Yəni məncə onu da baxmaq lazımdır ki bunlar bilməlidirlər kimi testlərə otursunlar olar, kimi yox, hansı suallar vermək lazımdır. Mən özümdən danışa bilərəm ki, mən intervyunu nə tər aparıram. Mən elə bir həyata yaradıram ki, insan üçün, intervyuya gəlmək üçün ki, özünü rahat aparsın. Navarot, rahatlıq etmək lazımdır ki, bu insan açıq danışsın və sərbəst danışsın. Ya, əlbəttə ki, sən ondan məlumat toplana bilərsən ki, bu doğru danışır ya da ki, intervyuda soruşa bilərlər ki, siz axırıncı ya da ki, bundan qabaq şirkətlərdə işləyəndə sizin orada münasibətiniz necə olurdu? Əgər ola bilər ki, sizin orada münasibəti pozuntusu var idi, şirkətlə yaxşı vidalaşmamışsınız, amma ondan danışmaq olmaz. Rəhbərdən həmin olan keçmiş rəhbərlərindən yəni mənfi tərəfləri demək olmaz. Çünki bunlar yəni hər bir işə götürüb fikirləşər ki, gün onlardan danışırsa bizdən danışa bilər. Yəni elə bir suallar da olur, elə bir cavablar da olur. Çox adam gəlir, hərdən gəlirlər intervyuya. Yəni yeganə bir sual verir ki, sizin iş təcrübəniz nə idi? Bu insan da başlayır, deyir ki, falan şirkətdə işləmişəm, bunlar çox pis işləyirlər, mən oradan qaçdım, ondan sonra getdim başqa işə, oradan da qaçdım, onlar pislər, bunlar pislər. Yəni pisləməklə bu negativlə insan öz müsahibəyə başlayırsa, yəni sabahları başqa bir şirkətdə əlbəttə ki, negativlə başlayacaq. Konflikt insanlar da çoxdur. Amma ki, o hər bir insanı biz əslində göndərməkdən öncə biz hansı bir şirkətlərlə müqavilə imzaladıqda həmin şirkətin yəni şirkət mədəniyyətinə baxırıq. Yəni ona görə də bizə gələnlər, iş axtaranlar, onların da həmin şirkətə uyğunluq, uyğunmamaq yoxlayırıq ki, yəni bu sabahları həmin şirkətə uyğun ola bilər, yoxsa yox. Onun da fikir vermək lazımdır. İntervyunun tipləri ən çox Azərbaycanda yəni keçirilən intervyular var. Psixoloji intervyudur, professional intervyudur, sadə intervyudur, bir də stres intervyudur. Sadə intervyu odur ki, müxtəlif səviyyəli mütəxəssisləri çağırırsınız. Yəni ilk tanışlıq məqsədi ilə sadə suallarla o intervyunu keçirirsiniz. Professional intervyu odur ki, sırf mütəxəssis, yəni yüksək ixtisaslı mütəxəssis axtarışı üçün dəvət etdiyiniz namizədlərlə aparırsınız. Yəni bu intervyu zamanı siz sırf professional terminlərdən və suallardan istifadə edirsiniz. Stres intervyu isə bəzi ixtisaslar var ki, məsələn, çağrı mərkəzinin operatorları üçün nəzərdə tutulan intervyular, yəni stresə dayanıqlı intervyular. Yəni həmin intervyu zamanı iş axtarana namizədin nə qədər stresə dayanıqlı olmasını göstərən suallar verir. Ən qəliz suallar mənə elə gəlir ki, şəxsi həyata aid suallardır və bütün hamıya məsləhətim odur ki, şəxsi həyata aid sualları daha az verəsiniz. Yəni sizə əsasən işçinin şəxsi həyatı yox, onun bilik və bacarıqları ön planda tutulmalıdır. Misallar, təcrübələr olur ki, məsələn, mən bir dəfə intervyuda olmuşdum. Mən
məndən intervyu götürən şəxs ümumiyyətlə mən bir müraciətimdən çox ailə həyatıma aid suallar verirdi ki, bu da məni o qədər qane etmirdi. Ümumiyyətlə iki istiqamətlərdə keçilir. Birinci sizin bilikləriniz, sahə üzrə bilikləriniz, deyək ki, satış menecerliyi vəzifəsinizsə, satış sahəsində bilikləriniz, marketinq üzrə bilikləriniz, əgər marketinqə müraciət etmişsinizsə və ikinci istiqamət sizin şəxsi keyfiyyətləriniz, davranış keyfiyyətlərinizin yoxlanmasıdır ki, bunu insan resurslarının nümayəndəsi, yəni bizlər yoxlayırıq. Siz birinci mərhələdən keçsəniz belə, yəni sahə və bilikləriniz normal olsa belə, insan resursları tərəfindən, yəni şəxsi keyfiyyətləriniz həmin vakansiyaya uyğun görülməyə bilər. Bu da gəlir şirkətin korporativ dəyərlərindən irəli gəlir. Yəni, ümumiyyətlə, insan resursları nümayəndəsinin verəcəyi suallar, şəxsi keyfiyyətlə bağlı suallar şirkətin korporativ dəyərləri ilə birbaşa əlaqəlidir. Hər bir şirkətin qarşısına qoyduğu missiya və ondan doğan, belə deyək, strategiya və ondan doğan korporativ dəyərlər var. Tutaq ki, bizim şirkətlər, misal üçün, məsuliyyət, etibarlıq, komanda işi, təhlükəsizliyin təmin olunması və bu tip 4-5 konkret, yəni baza dəyərlər var, korporativ dəyərlər var ki, həmin şirkət istənilən vəzifəyə işçi götürərkən həmin dəyərlərə, həmin işçinin nə dərəcədə uyğun olduğunu, nə dərəcədə sadiq olacağını nəzərə alır. Siz də bunu nəzərə almalı və şirkət haqqında məlumat toplayarkən onun dəyərləri haqqında məlumat toplamalı və bu dəyərlərin sizdə olub-olunmağını yoxlamaq üçün suallar verilərlər, bu tipdə hazırlaşmalısınız. Tutaq ki, həmin suallar adətən situativ suallar olur. Əgər siz heç vaxt işləməmişsinizsə, sizə o sual tam situativ verilir. Situasiya təsvir olunur və siz bu situasiyada hansı reaksiyanı verərdiniz, bir suallar olur. Deyək ki, məsuliyyət kriteriyasını yoxlamaq üçün sizə verilə bilər ki, rəhbəriniz sizə mümkünsüz iş tapdırsa, siz nə edərdiniz? Belə sual verilə bilər və bu tip suallarını siz evdə üzərində məşq etməlisiniz və özünüzdə bir neçə cavab variantları hazırlamalısınız. Bu tip suallar da internetdə geniş anlamda var. Bu suallar, belə deyək, situativ müsahibə sualları adlanır və yaxud da ki, kompetensiya əsaslanan suallar, competency-based questions adlanır ki, siz bu formada search, yəni internetdə axtarış verib tapa bilərsiniz, bir nümunəsindədir. Heç unutanmayın. Əgər hansısa bir yeni işə daxil olmuşsunuzsa, bunun üçün İnsan Resursları Departamentinin müvafiq işçisi təyin olunur, sırf yeni işçilərlə işləmək üçün. Yəni, hər bir sualınız varsa, onu utanmadan, çəkinmədən onlara verin. Çünki ola bilsin ki, orada yazılmamış qanunlar var və o qanunları siz bilmədiyinizə görə həm kollektiv qarşısında, həm də rəhbərlik qarşısında utana bilərsiniz və yaxud da çıxılmaz vəziyyətdə qala bilərsiniz. Yeni işçinin işə gəldiyi zaman ilk etməli olduğu işlərdən biri də o şirkətin etik davranış qaydalarını bilməsidir. Yəni, geyimindən tutmuş davranışına kimi rəhbərliklə münasibətləri, kollektivdə münasibətləri özünə aparması və bütün yazılmış və yazılmamış qanunları əməl etməsi vacibdir. Bağlılıq və pul faktoru ən birinci faktor kimi görünür. Düzdür, bu barədə biz Yaponlara misal gətirə bilərik ki, yəni işə bağlılıq dünyada birinci yerdə Yaponiya tutur. Amma Azərbaycanda heyif ki, bu o qədər də nəzərə çarpmır. Yəni ki, şirkətdə işçi nə qədər də yaxşı işçi olsa, nə qədər də o şirkətə bağlı olsa, azacıq yüksək maaş digər şirkətdən təklifi gələn kimi, yəni o şirkətə bağlılığını unudur və qaçır başqa şirkətə. Sonunda hamınıza uğurlar arzulayıram karyerada. Ümid edərək ki, sualıma cavablar sizə inşallah kömək elədi. Yenə də sizdən üzr istəyirəm. Ola bilsin ki, Azərbaycan dilim biraz o qədər də yaxşı deyil, amma ki, mən rus dilli məktəbi qutardıqdan sonra, ondan sonra ingilis dilində bitirmişəm. Ona görə ola bilsin ki, bir çətinlik çəkərdim. Amma ki, yenə də sizin bütün suallara hər bir vaxt sizə uyğun vaxtda mən cavab verə bilərəm. Bizim şirkətimiz açıq şirkətdir. Zəng ola bilərsiniz, gələ bilərsiniz və bütün suallara cavab ala bilərsiniz bizdən. Yenə də sizə uğurlar arzulayıram.
və əminəm ki, Toğrul əlifbədən siz daha çox təcrübəli və yaxşı bir təlim ala bilərsiniz. Yenə də hər birinizə təşəkkür edirəm və ümid edirəm ki, verdiyim məsləhətlər və cavablarım sizin üçün faydalı olacaq. Hər birinizə uğurlar arzu edirəm və ürəyinizin apardığı yerə gedirəm hər şeydən öncə.